Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Sosial şəbəkədə yayılan video diqqət çəkib. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, tanınmış make-up ustalarından biri verdiyi açıqlama ilə əlləri üzlərdə qoyub. Belə ki, stilist toy günü gözəllik salonuna sevgilisi ilə birlikdə gələn gəlindən danışıb. Toy günü yanıma sevgilisi ilə gələn gəlinlər görmüşəm. 2 dəfə baş verib. İlk dəfə 4 il öncə rastlaşdım. Çox böyük depressiyaya düşdüm, uzun müddət özümə gələ bilməmişdim. Mənə deməmişdi, utanmışdı. Köməkçilərimə demişdi ki, bəzənməyə sevgilimlə gəlmişəm. O da gəlib məni aparacaq. Həmin xanımın axırı da heç yaxşı olmadı, ayrıldı. Özü mənə yazmışdı. Kaş ki, belə şeylər olmasın, amma olur. Sevgilisindən gələn gəlinlərdə görmüşəm toy günü. 2 dəfə görmüşəm. İnanmam. 2 dəfə görmüşəm. Necə yəni? 4 il bundan qabaq görmüşdüm. İlk dəfə onda yəni böyük bir depressiyaya düşdüm. Uzun müddət özümə gələ bilməmişdim. Yəni uzun müddət biz oldu. Uzun müddət mən özümə gələ bilməmişdim. O da necə olmuşdu? Mənə deməmişdi, məndən utanmışdı. Köməkçilərimə demişdi ki, bəs mən bəzənməyə şeylə gəlmişəm, sevgilimlə gəlmişəm. O da məni gəlib aparacaq. Yəni onu aparacaq, oradan aparıb o bir bəyə verəcək ki, alım sən ver. Çox təəssüf, amma yəni düz o xanımın axırı da heç yaxşı olmadı. Sonradan eşitdim ki, boşanmışdı. Hə, sonradan özü yenə yazmışdı. Amma yəni belə şeylər olmasın. Kəşke olmasın, amma olur.